Salam abituriyentlər. Bugün 19 aprel əvvəlki illərin məzunları və Naxçıvanda keçirilən Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanının suallarına baxacaq. Hər kəsə uğurlar. İlk sualda bərabər hündürlüklü iki silindrin oturacaqlarının diametrlərini verib həcmlərini soruşur. Ümumiyyətcə silindrin həcmi V2 bölünsün V1 bərabərdir pi vurulsun R, S oturacaq R kvadratı. R'in də yerinə D2 bölünsün 2 yazaraq kvadratı. Vurulsun hündürlüklər eynidir h. Burada da pi D1 bölünsün 2'nin kvadratı vurulsun h. Burada pi'ler h'lar 2'nin kvadratları ixtisar geçsə qalar D2 bölünsün D1'in kvadratı. D2 bölünsün D1 5 böl 10 deməkdir. Bu ifadənin də kvadratı 2'də 1, kvadratı 4'də 1. Doğru cavab D variantı olacaq. İki aşağı çapsağın birinin tərəfi 6, ikincinin tərəfi 10 olarsa, birinci çapsağının perimetri 42, birinci çapsağda 6, digərində 10 ise uyğun tərəflər nisbəti perimetrlər olan 42'nin digərinin perimetrinə nisbətidir. Bunun 7 misli burada durursa, onun da 7 misli P olar, onu 7'ye vuranda da alarıq 70. 63-cü sualda deməli 2x kubu verilən ifadənin qiymətini tapınlayır. X'in yerinə mənfi 1 yazsam, bura mənfi 2 eləyər, bura müsbət 3 eləyər. Mənfi 1'i mənfi 3'e vursam müsbət 3 eləyər, bir də üstə gəlsin 1. Bu eləyir 7, 7'dən də x'ini çıxsaq 5. Doğru cavab D variantı olacaq. Katetlər olan düzbucaqlı üst sahanın sahəsini soruşur. Düzbucaqlı üst sahanın sahəsi katetlərin hasilinin yarısıdır. 9 vur 12 bölünsün 2. Bununla bu ixtisar geçsə 6. 6 9'un olar 54. Doğru cavab C variantı. Növbəti sualımıza baxaq. Deməli, bizə buradan soruşur ki, ifadəni tapın. Kosinus alfa, kosinus beta, üstə ya sinus alfa, sinus beta. Kosinus alfa minus beta'nın düsturuydu. Yəni, bu ifadə kosinus 7 alfa çıxılsın alfa. Yəni, kosinus 6 alfanın düsturudur. Doğru cavab D variantı. Surəti 15 olan düzgün olmayan kəsirlər. Mümkün hal sayı hadisənin ehtimalı əlverişli halın mümkün hala nisbətdir. Mümkün hal sayı surəti 15 olan 15 dənə düzgün olmayan kəsirim var. Təsadüfi seçmiş birinin tam ədəd olması hadisəsini ehtimalını tapın. Tam ədəd, yəni surət 15 ise, bura x yazsın. Bu nə olsa tam ədəd olar? X'in qiyməti 1 olsa, 3 olsa, 5 olsa, 15 olsa. Yəni, əlverişli hal sayı 4 dənədir. Ona görə doğru cavab 15'də 4 olacaq. Növbəti loqaritmik bərabərsizlik düşüb, deyir ki, bərabərsizliyini həll edin. Birincisi, loqaritmanın x minus 3 hissəsi mütləq şəkildə 0'dan böyük olmalıdır. X isə böyük olmalıdır 3'dən. İkincisi, x minus 3'də 0 gəlir durur 3'ün üstündə olur 3 üstü 0 və əsas 1'dən böyük olduğu üçün bu işarə olduğu kimi qalır. Yəni x minus 3 kiçik bərabərdir 1'dən, x də kiçik bərabərdir 4'dən. Doğru cavab 3'dən böyüklər, lakin 4'ə qədər. C variantı. 3'ü almaz, amma 4'ü alırdı. Növbəti sualımıza baxaq. Qutuda 20, qrupdakı üzr istəyirəm, 20 tələbədən 15'i riyaziyyatdan 16'sı fizikadan məqbul qiymətlər alır. Ümumiyyətcə, Euler-Venn diaqramını qursaq, Euler-Venn diaqramında 15'i riyaziyyatdan və 16'sı fizikadan deyir. Ortada hər ikisi x-dir. 15'i riyaziyyatdırsa, x-i buradadırsa, 15 minus x-i buradadır. 16'sı fizikadırsa, x-in buraya yazmışıqsa, 16 minus x-i buradadır və bunların hər üçünün cəmi ümumiyyətcə məqbul qiymətlər alanlara aiddir. Bizə də deyir ki, 3 tələbə bu fənlərin heç birinə məqbul qiymət almayıb. Yəni, bu üçünün cəmi 15 minus x-lə x-in cəmi, bir də 16 minus x-in cəmi 20 nəfərdən 3'ü almayıbsa 17 nəfər alıb, 17'yə bərabər olmalı. Bunlar silah geçsə, 15 ilə 16'nın cəmi 31 eləsə, 31 çıxılsın x bərabərdir 17 yazsaq, buradan x-in qiymətini 14 alarıq. Bizdən indi nəyə soruşur? Tələbələrin neçə faizi hər iki fəndən məqbul qiymət alır. Ümumi tələbələrdən soruşdu o üçün. 20 tələbə var. Hər iki fəndən məqbul qiymət alanlar x-dir, 14'dir. Faizən ifadə eləyəndə 100'ə vurmaq lazımdır. Bununla bu ixtisar geçsə 5, 14'ü də 5'ə vuranda 70'dir. Digər növbəti sualımızda kök altı 162'nin kök altı 2'yə vuranda kök altında 324 eləyər. Burada da kök altında 16'dır. 324'ten kök 18 çıxar, buradan da 4 çıxar. Bu da 2'yə çıxar 9 bölü 2, 9'un da yarısı 4,5 olar. 70-ci sualımıza baxaq. 70-ci sualda bu mənfi 5x'i sola keçirsə, müsbət 5x, bir də burada çıxılsın 3x'i qalıb. Bu ikini sağa keçirdəndə mənfi 2 çıx 7 qalır.
Yəni 2x kiçikdir mənfi 9-dan hər tərəfi 2-yə bölsəm x kiçikdir mənfi 4,5-dən. Mənfi 4,5-dən kiçik olan ən böyük tam ədədimiz isə mənfi 5-dir. Doğru cavab B. 71-ci sualda loqaritma 3 əsasından 81-i 3 üstü 4 yazsaq, loqaritmanın xassəsinə görə 4 qabağa gəlsə, qalar loqaritma 3 əsasından 3. Bu da bizə 1-i verdiyi üçün doğru cavabımız 4 olacaq. 72-ci sualda modul A bərabərdir. Mənfi 5-də 1 plus 4-də 1. Bunlar üçün orta məxrəc 20-ni yazsam, bunu 4-ə vurdum. Mənfi 1-də 4-ə vur, mənfi 4. Bunu 5-ə vurdum, bunu da 5-ə vursam, 20-də 1 bərabərdir modul A-yə. Modulu 20-də 1 isə özü müsbət və mənfi 21 olacaq. 73-cü sualı. 73-cü sualı sinuslar teoremindən də yazmaq olar və yaxud da ki, burada A tərəfi 8-dir. Bu alfa bucağı 30'dur. Bura 30 dərəcə, burada 60 dərəcə deyilsə, onda bu üçbucaq düz bucağı üçbucaqdır. Bura 90'dır. Və 90'dırsa 60 dərəcə bucaq qarşısında katet, o biri katetin kök 3 misli olduğu üçün bura 8 kök altda 3 olardı. Və yaxud bunu sinuslar teoremindən də eyni şeyi çıxarda bilərdik biz. Növbəti 74-cü sualda permutasiya kombinizon anlayışıdır. Permutasiya 5-dən 5-ə nə deməkdir? 5 faktorial bölünsün 0 faktorial, yəni bunların fərqi. Bu da elə 5 faktorial eləyir, yəni 120. Deməli, surətdə 120 vurulsun. Kombinizon 6-dan 3-ə 6 faktorial, 3 faktorial, bir də onların fərqi 3 faktorialdır. Bu da 6 faktorial, 3 faktorial vur, 4 vur, 5 vur, 6 yazsam, 3 faktorial 6'dır. Bunlar burada, bunlar burada. Birinci 20'dir. 6'dan 4'e isə elə 6'dan kombinizon 6'dan 2'ye deməkdir. Bu da 6 vur 5 böl 2. 30 yarısı 15. 20 ilə də 15'in cəmi 35 edici üçün bura 35'i yazıram. Düşək məxrəcə 7-dən 3'ə. 7 faktorial bölünsün. 7 çıx 3 4 faktorialdır. Bu da deməli 4 faktorial vur 5 vur 6 vur 7 yazsam bu ifadəni 4 faktorial burada. Bunlar ixtisara geçsə 5 vur 6 vur 7 qalır. Bundan bu ixtisara geçsə 5, 6, 5'in 30 edir getir 4 qalır. 4'ü də 5'ə vursam 20. Burada da 74-cü sualda doğru cavabımız 20 olacaqdır. Növbəti 75-ci sualımıza baxaq. 75-ci sualda cəmi 90 eləyən sinusla kosinus bir-birinə bərabər edir. Ona görə sinus kvadratı 75'in yerinə mən kosinus kvadratı 15 yaza bilərdim. Sinus kvadratı 55'in yerinə də kosinus kvadratı 35 yazardım. Cəm 90 edir deyə. Sinus kvadratı 15'dən kosinus kvadratı 15'in cəmi 1. Sinus kvadratı 35'dən kosinus kvadratı 35'in cəmi də 1. Və yekun cəm 2 olacaqdır. Daxil bucaqlarının cəmi, çoxbucaqlının daxil bucaqlarının cəmi 180 vurulsun n-2 düsturu ilə hesablanılır. Bu da 2160 edir. Bu sıfırları ixtisar parçasının n-2 216'nı 18'e bölsəm 21 18'e bir dəfə çıxsın 18, 3 36'nı 18'e 2 dəfə. N çıxsın 2 12'dir, onda n 14'dür. Məndən nə soruşur? Bir təpədən çıxan diagonalların sayı. Çoxbucaqlının bir təpədən çıxan diagonal sayı n-3 olduğu üçün 14'dən o 3'ü çıxsam 11. Burada da bizim doğru cavabımız olacaq 11. Növbəti 77-ci sualımızda bizə nə deyir? 3 rəqəmli ədəd 4 rəqəmi ilə qurtarır. Yəni bu ədəd A, B, sonuncu ədəd 4-dür. Bu rəqəmi pozluqda alınan 2 rəqəmli ədəd. Yəni artıq bu ədədimiz AB olur. 2 rəqəmli ədəd. Verilən ədəddən 472 vahid kiçikdir. Onda bu bundan kiçikdir. Yəni biz AB 4'dən 472'ni çıxsaq AB olar. Və yaxud belə başa düşək ki, 472'nin üzərinə biz bu AB ədədini gəlsək, alarıq AB 4'ü. İndi düşünək. B-nin yerinə nə yazaq ki, bu cəm, B-nin yerinə nə yazsaq, bu cəm 2 eləyər. O zaman B-nin qiyməti 2 olar. 2 üstə gəl 2 4 eləsin. B-nin yerinə artıq burada 2 düşünsəm mən, B-nin yerinə burada 2 düşünsəm, 7'nin üstündən nə gəlsəm 2 olar, 5 gəlsəm. Deməli, A-nın da qiyməti 5'dir. Və məndən bu 3 rəqəmli ədədi soruşur. AB 4'dür. Yəni 500, A 2, 4, 524, digəri də 52'dir. Həqiqətən bunlar bir-birindən 472 vahid kiçik olduğunu yoxlamaq üçün çıxsam, burada 2, 12'dən 5, 7, 4. Bəli, doğru cavabımız burada bu 3 rəqəmli ədəd 524 oldu. 78-ci suala baxaq. 78-ci sualda y minus x bərabərdir 3 verilib bizə. X plus 4, y plus 1 ifadəsinin qiymətini tapınlayır.
Məsələn, biz buradan y-i tapıb yaza bilərik və yaxud da ki, x-i tapıb yaza bilərik. Tənliklər sistemidir. Məsəl üçün, biz buradan y-i tapsaq, y-in qiyməti 3 plus x olduğu üçün misalda nəzərə alsam, 21 bölünsün x plus 4 üstə gəl 13 bölünsün. Y-in yerinə x plus 3 yazıb, üzərinə 1 gəlsək, x plus 4 eləyər. Baxın, x plus 3-ün üzərinə 1 gəlsək, bu da 2-dir. Surətdəki ifadə 4, 34 bölünsün x plus 4 bərabərdir 2 alaram. Burada x plus 4-ün qiymətini 17 alaram. 34'ü 17'ye bölsəm 2 olar. X-in də qiymətini biz alarıq buradan 13. X-in qiyməti 13 isə buna əsasən Y-in qiyməti 13 plus 3 16 alaram. Və X-la Y varsa bunların cəmi 13 ilə 16-nın cəmi bizə 29 verər. Doğru cavab 29-dur. Gəldik həlli tələb olunan suallara. Deməli 79-cu sualdan baxaq. Cədvəldə duz və sudan ibarət iki məhlulun faiz tərkibi haqqında məlumat verilib. Birinci məhluldan 150 qram, ikinci məhluldan isə 350 qram götürüb qarışdırıldıqda üçüncü məhlul alınır. Cədvələ əsasən Q minus P-ni tapın. Deməli, uşaqlar, birinci məhlulumuz 150 qramdır. İkinci məhlulumuzsa isə, daha doğrusu birinci məhluldan 150 qram götürülür. İkinci məhluldan isə 350 qram götürülür. 350 qram götürülür və bu qarışdırılır. Ümumiyyətcə, 150 qram neçə faizli məhluldur? 20 faizli. 350 qram neçə faizli məhluldur? Bu suyun faizidir. 10 faizli. Çünki biz yazanda həmişə bu duzun faizi yazılırdı. Deməli 150 qram 10 faizli məhlulla 350 qram, ikinci məhluldan 250 qram. 250 qram, üzr istəyirəm, 350 qram burada birinci məhlul 20 faizlidir. 350 qram 10 faizli məhlul qarışdırılır. Buna əsasən neçə faizli məhlul alınır, ona baxaq biz əvvəlcə. Bunun üçün qablar üsulundan istifadə edəsəm, 150 qram 20 faizli məhlul, üzərinə gəlməsin 350 qram 10 faizli məhlul. Şuralar 150 qramla 350 qram cəmlənəndə 500 qram olur. Neçə faizi bilinmir, yazıram x. Birinci qabda nə varsa vur bir-birinə, qablar üsulu belə idi. 3000, üstə gəl 3500, ikinci qabdakiların hasili bərabərdir 500 x-a. Buradan 6500 bərabərdir 500 x-a. Hər iki tərəfdən bunları yaparsam x-in qiymətini alaram 13 faizlə. Yəni buradakı P 13 faizdir. Şuralar 13 faiz duzluysa su nə qədərdir? Neçə faizdir daha doğrusu. Bunu hesablasam 100-dən 13'ü çıxaram. Bu da 87. Deməli 87 faizli də su alınacaq. Q minus P fərqini tapın deyir. Yəni 87-dən 13'ün çıxılması. Burada 4, 7-dən də 1 çıxsaq 6, üzr istəyirəm, 8-dən 1 çıxsaq 7. 74 faizli, yəni burada doğru cavabımız 74 faiz olacaq. 74 faizli məhlul alınacaq deyərik və yaxud da ki, bizim bu fərqimizi soruşur. Q minus P fərqini tapın. 74. Doğru cavabı 74 qeyd etmək lazımdır. 81-ci suala baxaq. 81-ci sualda hündürlüyü bu qədər düzəl parapetin həcmini verib və bu parapetin oturacağının eni budur. Tam setin sayısını modelləşdirmək lazımdır. Ümumiyyətcə, parapetin həcm düsturu olan bu 2 ortaq vuruq çıxarsa qalar. A kubu çıxılsın 64. Onunla kublar fərqinə görə A çıx 4 vurulsun. A kvadratı üstə gəl 4A üstə gəlməsin 16 yazsam. Bu həcm nəyə bərabərdir? Bu həcm xətti ölçülərin hasilinə, yəni hündürlüyü, eni A-4, bir də uzunluğuna da yazaq x. Buradakı 2'ləri və A-4'ləri ixtisarlarsaq, x-in qiyməti A kvadratı plus 4A plus 16 alınır. Bizdən nəyi soruşur? Bizdən soruşur ki, çoxhədlinin, daha doğrusu tam setinin sayısını modelləşdirilmək lazımdır. Standart şəkildə yazın. Tamın düsturu buydu. 2 vurulsun, xətti ölçülərin hasili, yəni eni vurulsun, hündürlüyü, yəni hündürlük 2'dir, 2'ni A-4'ə hasili, 2A-8 eləsin. Sonra hündürlüyünün uzunluğa hasili, yəni buna hasili, 2A kvadratı, üstə gəl 8A, üstə gəl 32. Bir də eni vurulsun uzunluğu, A-4 vurulsun bu ifadə. Bunu da birbaşa vursaq, A kubu çıx 64 alarıq. Yəni kublar fərqinin düsturudur. Bu da 2 vurulsun. A kubunu yazsam birinci. Üstə gəlinsin 2A kvadratını yazıram. Burada 2A var. Burada üzərinə 8A'nı gələndə müsbət 10A eləsə.
Sonra 32'dən 64 mənfi 32 eləyər. Mənfi 32-dən də bu 8-i çıxanda mənfi 40 eləyər. Başqa hamısı məncə getdi. Və artıq bu düstur mötərizəni vurub atsaq 2a-nın kubu üstə gəlinsin. 2-2-nin 4 birbaşa yazsaq 4a kvadratı üstə gəldi 20a çıxılsın 80. Bu formada olacaq. Buna aid tapıldı bir dənə sual var idi. Sisə vurulub 3'də 1 olan həndəs hissənin 9-cu və 6-cı hədlərinin fərqi onun 3-cü və 10-cu hədlərinin fərqindən neçə dəfə böyükdür? Deməli, 9-cu və 6-cı hədlər B9 çıx B6 bölünsün. Nəyi soruşur? Həndəs hissənin 9-cu və 6-cı hədlərinin fərqi onun 3-cü və 10-cu hədlərinin fərqindən. 3-cü və 10-cu hədlərinin fərqindən B3 çıx B10. Bunu soruşur. Bir dənə də oxuyaq. 9-cu və 6-cı hədlərinin fərqi 13-cü, üzr istəyirəm. B13. B13-cü və onun 10-cu. B13 çıx B10. Bunu soruşur bizdən. Deməli, surətdə B9-u B1 vur 2 üstü 8 çıx B6-nı da B1 vur 2 üstü 5 yazsaq. Burada B1 vur 2 üstü 12, B1 vurulsun 2 üstü 9 yazsaq. Surətdən ortaq vurub B1 vurulsun 2 üstü 5'i çıxarsaq 2 üstü 3 minus 1. Buradan da B1 vurulsun 2 üstü 9'u çıxartsaq qalar 2 üstü 3 minus 1. Bunlar sıra B1'ləri sıra. Burada 1 bölünsün 2 üstü 4 qalar. Yəni 1 böl 2'nin də 3'də 1 verdiği için 3'də 1 üstü 4. Bu da 1 bölünsün 81'də 1. Bu da bizə 81 verəcək. Doğru cavab burada da 81 olacaq. Növbəti 82-ci sualda fx və gx kvadratik funksiyaların qrafikləri verilmişdir. O, y oxuna nəzərən simmetrik anlayışı deyir burada bizə. Deməli, bu funksiya y oxuna nəzərən simmetrikdir. Deməli, gx funksiyası nəyə bərabərdir? Əvvəlcə ona baxaq. Gx funksiyası a vurulsun. Təpə nöqtələr 5, mənfi 3 olduğu üçün x minus 5'in kvadratı üstə gəl mənfi 3, bu da çıx 3 verəcək bizə. Və burada bizə bir söz deyir. Deyir ki, J 10 mənfi 8'dir. Buna əsasən A-nı tapaq. Biz hər ehtimala A tapılmalıdır. A-nı tapsam, onda Jx bərabər olar. Daha doğrusu qiyməti yerinə yazsam. X-in yerinə 10 və Y-in Jx-in yerinə mənfi 8 bərabərdir. A vurulsun. 10'dan 5 çıxsam 5, kvadratı 25, çıxılsın 3. Buradan 25A bərabərdir. Mənfi 3 sağa keçər, müsbət 3 olar. Burada müsbət 3 ilə mənfi 8 necə? Mənfi 5 A-nın qiymətini alarıq. Mənfi 5 bölü 25. Yəni mənfi 5'də 1. Və bu ifadəni nəzərə alsam misalda. Çünki bizə K nöqtəsi lazımdır. K nöqtəsi də hansı nöqtədə olar? Bu ifadənin sərbəst səddidir. Y oxunun kəskin nöqtə sərbəst səddidir. Onda Jx-in qiyməti bu olar. A mənfi 5'də 1 vurulsun x minus 5'in kvadratı minus 3. Bu mötərizə açılanda. Bax. Mənfi 5'in kvadratı müsbət 25 olacaq. Qabaqdakı bir dənə də mənfi 5'də 1'ə vuracaq. Bir də çıxacam 3. Bu sərbəst səddidir. Bu sərbəst səddi tapanda mənfi 5 çıx 3, mənfi 8 eləyəcək. Deməli, bu nöqtə mənfi 8 nöqtəsi. İndi, bu nöqtənin də koordinatları var. Çünki bu y oxuna nəzərən simmetrikdirsə, bura mənfi 5'dir, bu da dəyişmir. Şuralar. İndi, bizdən istədiyi MN K üçbucağının perimetrini tapmaqdır. Biz bu MNK-nı birləşdirsək, MNK-nı birləşdirəndə, şuralar, MNK hissəsini birləşdirəndə, buradan bura qədər olan məsafəm 5'dir. Bu məlumdur. Bu 5'dir. Buradan bura qədər məsafəm 8'dir. Həmin 8'in 3'ü bura qədərdir. Onda buradan bura qədər olan məsafə də olar 5. Burada 5 olduğu üçün, burada 5 olduğu üçün, buranın 5 kök 2 deyərəm. Düzbucaqlı üçbucaqdır. Eyni ilə burada 5. Burada 5, burada 5 olduğu için bura olar 5 kök altında 2 və bu figurun perimetri buradan bura qədər olan məsafə 5, 5, 10'dur. Üstə gəl, bu 2 məsafə 10 kök altında 2. Doğru cavab perimetr bu olacaq. 83-cü suala baxaq. Deməli, burada DB və biraz bunu böyütsək, daha aydın görmək üçün. CB çevrəyə toxunanda CA isə kəsəndir. CA kəsəndir və DB vətəri ADC bucağının tənbələndir. DB vətəri ADC-nin tənbələncisi. Bura alfadırsa, burada alfadır. O zaman bura alfa dedimsə, bu toxunanla vətər arasında qalan bu qövs, bu vətərin
bu və tərin çevrədən ayırdığı, bax bu bucaq ümumiyyətcə, bu və tərin çevrədən ayırdığı bu qövsün yarısıdır. Onda bura 2 alfadır. Bura 2 alfadirsə burada alfadır. Burada alfadır. Onda ADSH bucağında bucaqlardan biri 36'dır. Digər bucağımız 2 alfadır. Digər bucağımız da alfa. Bunların cəmi 180 olmalıdır. Buradan 3 alfa bərabərdir 144-də, alfa bərabərdir 144'ü 3'e böləndə 14'ü 3'e böləndə 4, 24'ü böləndə 48. 48 oldu alfa bucağı. Bizdən də SAD bucağını soruşur. O da elə alfa olduğu üçün 48 olacaq. Bütün tilləri bərabər olan 4 bucaqlı piramidanın açılış şəkli verilmişdir. Deməli, AB bərabərdir 12 plus 2 kök altında 3 olarsa, bu piramidanın həcmini tapın. Deməli, piramida bütün tilləri bərabər 4 bucaqlı piramidadır. Bir dənə 4 bucaqlı belə bir piramida qursaq biz. Bu piramidada bunlardır. Və piramidanın bütün tilləri bir-birinə bərabərdir. Bütün tilləri A'dır. Piramidanın həcmini soruşur bizdən. Piramidanın həcm düsturu 3'də 1. S oturacaq. A kvadratı da vurulsun, hündürlüyü də olur. Deməli, hündürlük tapılmalıdır, bəzi şeylər tapılmalıdır burada. Əvvəlcə AB məsafəsi nədir? Baxın, bütün tillərə A dediyimiz üçün bura A'dır, bura A'dır, bura A'dır. Bu tərəfdə A'dır, burada A'dır, burada A'dır, burada A'dır. Bu məsafə A'dır. Buradan bura qədər olan bu məsafə bu bərabər tərəfli çıxan hündürlüyüdür. Yəni A kök 3 böl 2'dir. Və bunlar 2 dənə olduğu üçün, baxın burada 2 dənə olduğu üçün, artıq mən AB məsafəsini tapanda bu məsafə olan A üstə gəldi. Buradan A kök 3 bölü 2'dən biri buradadır, biri buradadır. 2 misli, yəni A kök 3 bərabərdir 12 plus 12 kök 3 yazsın. A'nı ortaq vurub çıxarsam 1 plus kök 3 bərabərdir 12'ni çıxarsam 1 plus kök 3 yazsam A 12 olar. Yəni bu 4 bucaqlı piramidada A 12'dir. A 12'si var. Bir dənə hündürlüyü tapmaq lazımdır uşaqlar. Hündürlüyü tapmaq üçün də bu piramidada biz buradan bura qədər olan məsafə til 12'dir. Biz buradan bunu çəksək, buradan da bunu birləşdirsək, bu məsafə böyük radius olmalıdır. Yəni oturacaqdakı kvadratın xaricini çəkimi çevirən radiusudur. Kvadratın xaricini çəkimi çevirən radiusu da böyük R diagonalın yarısı. Yəni 12 kök 2'nin yarısıdır. Bu da 6 kök 2'dir. Yəni buradan bura qədər məsafədə 6 kök 2'dir. Onda bu 90. Elə bu hündürlük olsa Pifagordan H-ı da taparıq 6 kök altda 2. Çünki baxın bu 6 kök 2'nin kök 2 misli buradasa, yəni bu düz Pifagordan tapılan bir şeydir. 12'nin kvadratından 6 kök 2'nin kvadratını çıxmaq lazımdır. 144'dən 72 çıxanda elə 72 elədiyi üçün hündürlük 6 kök 2'dir. Və həcm düsturu 3'də 1. S oturacaq. S oturacaq nədir? Tərəfi 12 olan kvadrat. 144 vurulsun hündürlük. Hündürlük də neçə tapdıq? 6 kök altında 2 tapdıq. Vurulsun 6 kök altında 2. Bununla vursa gitsə 2. 2'ni də vursam 288 kök altında 2 olacaq. Burada da doğru cavab 288 kök altında 2 olacaqdır. 85-ci sual. Mərkəzləri O2-5 nöqtəsində olan çevrələr, 2 çevrədən birinin diametri AB-dir. Deməli, 2 dənə mərkəzləri eyni nöqtədə olan çevrələr çəkməliyik biz. Bu O olsun. Və AB birinin O nöqtəsində koordinatlarını verir bizə 2, 5'dir. Və tutalım ki, AB diametri, məsələn, bu olsa, AB diametri olsun bu. Və bizə A nöqtəsinin koordinatlarını verib M, N plus 1, A nöqtəsinin koordinatları A, M, N plus 1, B nöqtəsində verib N, K. O zaman mən burada əsasən bu AB'nin parçanın ən ortasında bu olduğu üçün AB parçasının orta nöqtəsi burada deyərəm. Yəni M üstə gəl N parçanın orta nöqtəsinin koordinatları N plus N bölünsün 2 bərabərdir 2'ye. Buradan N plus N bərabərdir 4'e. Bir də N plus 1 ilə 2M'in cəmini yarısı 5'e. Buradan 2M plus N plus 1 10'a. Buradan da 1 sağa keçirsək 2M plus N bərabər olar 9'a. Tərəf-tərəfə çıxsam M'in qiymətini artıq biz alarıq ki, N'lər islah gedər. 2M ilə M çıxsam M, 9'dan 4 çıxsam 5. M'in qiyməti 5'dir.
M'in qiyməti 5-dirsə, cəmin 4 olması üçün N'in qiyməti mənfi 1. M-ni 5, N-ni mənfi 1 aldıq. Bir də bizə başqa bir nöqtə də verib, deyir ki, CD çəkilib, CD diametri çəkilib. Onda buradan CD-ni çəksəm, C nöqtəsinin koordinatlarını bizə verib MN, yəni 5 mənfi 1. Bizdən D nöqtəsinin koordinatlarını tapın deyir. D nöqtəsinin koordinatları da x, y olsa, baxın yenə də CD parçasının orta nöqtəsi olduğu üçün yazaram ki, 5 plus x bölünsün 2 bərabərdir 2-yə. Buradan 5 plus x bərabərdir 4-ə, x bərabərdir mənfi 1-ə. Bir də mənfi 1 plus y bölünsün 2 bərabərdir 5-ə, y çıx 1 bərabərdir 10-a, y də bərabərdir 11-ə. Deməli, D nöqtəsinin koordinatları mənfi 1, 11 olacaq. Bu qədər uşaqlar, hər kəsə uğurlar, sağ olun.